Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala Kur'an-ı Kerim Zariyat suresi 55'te buyurur ki: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verir. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində varid olan zikir barəsində götürəsirik. Bu zikir fəcr, yəni səhər namazı, sübh namazı və həmçinin məğrib namazından, axşam namazından sonra oxunan zikirdir. Namazdan dərhal sonra. Hədisdə belə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim fəcr və həmçinin məğrib, yəni səhər və axşam namazlarından sonra ayaqlarını tərpətmədən və həmçinin danışmadan öncə bu zikri oxuyarsa, hansı zikirdir? La ilahe illallahu vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu yuhyi ve yumit ve huve ala kulli şeyin qadir. Onun üçün bu fəzilətlər hasil olar. Bu savablar onun üçün yazılar. Birincisi, ona 10 savab yazılar. 10 savab kazanır. İkincisi, onun 10 günahı silinir. Üçüncüsü, 10 dərəcə yüksəldilər. Dördüncüsü, o gün pisliklərdən qorunar. Beşincisi, şeytandan muhafizə olunar. Altıncısı, o gün yalnız şirk günahı istisna olmaqla başqa günah ona zərər verməz. Ancaq başqa hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləmin bu zikrin eyni ilə bu şəkildə deyilməsinin başqa bir fəzilətini gətirmişdi. Deməli, bu fəzilət, birinci götürdüyümüz fəzilət, fəcr və məğrib namazından sonra insanın ayaqlarını tərpətmədən, danışmadan öncə bu zikri etməsidir. Ancaq indi dediyimiz fəzilətlər isə insanın səhər və axşam bu zikri etməsindədir. Şeyx Albani rahimehullah hədisi səhihləşdirmişdir. Deməli, kim bu zikri, yenə zikri təkrar edək xatırlatmaq üçün, La ilahe illallahu vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir. Kim bunu səhər 10 dəfə deyərsə, ona hər biri üçün, hər dediyi bu bir kəlmə üçün 10 savab yazılar. Bu bir. İkincisi gəlir ki, onun o dediyi bir kəlməyə görə, bir dəfə etdiyi zikrə görə onun 10 günahı silinir. Və həmçinin 10 dərəcə yüksəldilər və 10 qul azad etmiş kimi savab verilir. Subhanallah. Və səhərdən axşama qədər qorunmuş olar. Və həmin gün ondan daha fəzilətli əməl edən olmaz. Yəni, kim bu zikri edibdirsə, o şəxs istisna olmaqla. Və həmçində insan bu zikri axşam deyərsə, bu fəzilətlər onun üçün, bu savablar həmçinin onun üçün də hasil olar. Allahdan istəyirik ki, Allah-u Teala bizi bu zikri etməyə müvəffəq etsin və bu zikri başqalarına öyrətməyə, öz evladlarımıza, yaxınlarımıza, dostlarımıza, sevdiklərimizə öyrətməyə müvəffəq etsin. Amin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu iləyik.